Salamlar herkese, her vaxtınız xeyir. Bugün İngilis dili test toplusu, Dimin test toplusu 2025-ci ildən modal sözlər, modal feillər. Bu mövzudan olan bəzi testlərin izahına baxırıq. Deməli, bu birinci hissədə modal feillər səhifə 130-dan başlayır. Və burada bəzi testlər hansı ki, müəyyən səhvlər edib tələbələr, həmin səhvlərə baxırıq. Birinci açıq səhifə 130. Modal feillərdə ümumiyyətlə sadəcə bəzi qaydaları bilmək lazımdır ki, testdə düzgün şəkildə biz onları tapaq. Bu qaydalar hansılardır? Birinci səhifəni tapaq burada. Aha, səhifə 130. Modal feillər. Amma bu testdən əvvəl sadəcə burada ağ lüfəni açıb, qısa şəkildə yadımıza salaq ki, modal feilləri biz necə istifadə edirdik? Ən ümumi olan qaydalarını sadəcə bu ağ lövhədə qeyd edəcəm. Yadda qalması üçün mütləq biz bunu gözümüzlə də görməliyik ki, göz yaddaşı ilə bəzən daha yaxşı yadda qalır. Deməli, modal feillər. Modal feillər ümumiyyətlə yadda saxlayırıq. Cümlədə əsas feilin əvvəlində işlənir. Bu, Azərbaycan dilində məsəl üçün bacarmaq, can modal feili var. Nə isə bacarıram deyəndə I can, sonra da feil gəlir. Və yadda saxlayırıq. Can-dən sonra heç bir to, ing, hər hansı bir birləşmə istifadə etmirik. Birbaşa hərəkət gəlir. İndi bütün feillərlə biz oxumaq sözünü istifadə edək. Məsəl üçün, mən oxuya bilirəm deyəndə I can read. Bu ortada heç nə istifadə etmirik. Bu read'in də sonuna heç nə əlavə etmirik. Gördüyümüz kimi I can read. Və yaxud da bundan başqa hansı modal feillər idi ki, biz onları birbaşa istifadə edirdik, yanında heç bir to işlətmirdik. Deməli, bunlar must, malı-məli mənasını verir. Məsəl üçün, I can read, mən oxuya bilirəm deməkdir. Amma I must read, mən oxumalıyam. Yəni, mütləq, mən oxumalıyam. I must read. Sonra istifadə edə bilərik should. Bu da malı-məli şəkilçisidir, amma tövsiyə kimidir. Yəni, oxusam yaxşıdır, oxumalıyam. Və shoulddan sonra da biz heç bir to hissəciyi istifadə etmirik. Deyirik ki, should, sonra birbaşa feil, read. Və yaxud must'ın da yanına bir dənə feil yazaq ki, aydın olsun. Must read, birbaşa feil gəldi, gördüyümüz kimi. Bundan başqa biz may varsa cümlədə və yaxud da might varsa, bunlarla da heç vaxt to hissəciyini istifadə etmirik. Birbaşa feilin özü gəlir. Yadda saxlayırıq. Can, must, should, may, might, bunlardan sonra. Bir də need. Need feili biraz çaşdırıcıdır. Çünki need'i biz modal söz kimi də istifadə edə bilərik. Əsas feil kimi də istifadə edə bilərik. Bəs cümlədə hardan bilək ki, bu modal feildir? Əgər need'dən sonra birbaşa feilin özü gəlibsə, bu əsas yox, modal feildir. Deməli, need'dən sonra birbaşa feil gəldi. I need read. Bu deməkdir ki, need modal feildir. Amma əsas feil olsaydı, özündən sonra to hissəsi gələrdi. Çünki iki dənə əsas feil gələndə ortasında to'nu istifadə edirik. Yadda saxlayırıq. Need modal feil kimi to'suz işlənir. Bəs hansıları biz to ilə istifadə edirdik? Məsəl üçün, have mütləq sonra to gəlməlidir, sonra hərəkət. Həmçinin üçüncü şəxsdə də has formasını işlətməliyik. Has to read. Deməli, have, has. Bunlardan sonra gəlir to. Bu da malı-məli deməkdir. Nə isə vacib olduğunu bildirir. Sonra gələ bilər able to. Adətən bunun əvvəlində də be hissəsi var, be able to. Yəni bu be nədir? To be'nin formaları. I am able to, you are able to, she is able to. Yəni mütləq able'ın əvvəlində be hissəsi olmalıdır. Sonunda da to gəlir, sonra əsas feil gəlir. Gələcək zamanda ən çox testlərdə səhv edilən hissə budur. Məsəl üçün deyirik ki, I will gələcək olduğu üçün to be gələcəkdə nə olur? Will-lə deyirik, will be. I will able to read. Bəzən belə bir test düşür və tələbələr baxır ki, burada to var, bu düzdür. Yox, burada çatışmayan bir hissə var. Will mütləq özündən sonra be gəlir, sonra able.
Çünki able nə ilə işlənir? To be ilə. To be gələcək zamanda necədir? Will be. Ona görə də I will be able to olmalıdır. Gələcəkdə mütləq to'su da olmalıdır, be'si də olmalıdır. Sonra bir də ought. Bu da həmçinin lazımdır, malı, məli, etməliyəm. Bu mənada istifadə edirik və ought-dan sonra da mütləq to hissəsi istifadə olunur. Deməli, əsas to ilə işlənən modal feillər have to, has to, be able to və yaxud da ought to. Ən çox işlənənlər olacaq bunlar. Bir də inkar formasında və sual formasında biz bu sol tərəfə yazdıqlarımız to-suz işlənənlər hamısının sualı, inkarı özü ilə düzəlir. Məsəl üçün, inkarda I cannot read. Sualda can keçdi əvvələ. Can I read? Bu şəkildə dəyişir. Sağda verilənlərdə isə have-in sualı inkarı həmişə do, does-dan olur. Yəni, köməkçi feillə. Keçmişdə did ola bilər, gələcəkdə will ola bilər. Əsas odur ki, özü ilə olmur. Köməkçi feil olmalıdır. Əgər bu şəkildə bizə versə, məsəl üçün, tutalım ki, belə bir cümlə var. I haven't to read. Mən oxumamalıyam. Bu səhvdir. Have-ın özü ilə düzələ bilməz. Bu bilirsiniz necə olmalıdır? Do-la. I don't have to read. Mütləq. Əgər gördünüzsə ki, haven't var, hasn't var, sonra da to var, bu variant səhvdir. Yadda saxlayırıq. Bu variant səhvdir. Sonra ought da özü ilə düzəlir sualı inkarı, bu axırıncı yazdığımız. To be able to-da da həmçinin özü ilə düzəlir. To be hissəsindən sonra biz inkar hissəsini əlavə edirik, ya da to be hissəsi cümlənin əvvəlinə keçir. Qısa şəkildə modal feillərdə bunlara diqqət eləyəcəyik. İndi baxırıq testimizə. Burada yenidən test səhifəsini açıram. Bütün testlərə yox, yalnız bəzilərinə baxacağıq. Aha, başlayırıq modal feillərdən. Məsəl üçün, burada baxacağım tələbələr hansı səhvləri qeyd edib. Birinci, dördüncü test. Baxırıq dördüncü testə. Bəzən cümlənin tərcüməsi səhv ola bilər. Ona görə cümlədən əvvəl variantlara baxırıq ki, nə ilə işlənməlidir, amma həmin şey yanında yoxdur ya da əlavə olaraq var. Yəni ki, hasn't to, D variantına baxın, bayaq dediyim kimi. Harda hasn't, haven't to gördüksə səhvdir. Ona görə D-ni çıxırıq. B variantında ought. Bayaq dedik to ilə işlənir, amma burada to yoxdur. Heç bəzən cümlənin özündə verir. Məsələn, variantda to-nu vermir, cümlədə verir. Burada heç birində yoxdur. Nə variantda, nə cümlədə. Ona görə B bəndi səhvdir. Needn't ola bilər. Modal feil kimi özündən sonra to gəlmir və sualı inkarı özü ilə düzəlir. Ona görə onu saxlayaq hələ ki. Y ola bilər. Sonra C-də ought-un inkarı verilib. Yenə də to hissəsi yoxdur. To yoxdur deyə B-də, C-də səhvdir. Hasn't to səhvdir. Burada qaldı should, bir də needn't. İkisi də qrammatik olaraq düzdür. Should to-suz işlənir, need isə bu da düzdür. Ona görə biri təsdiqdir, biri inkardır. İndi bu iki variantdan hansı cümləyə uyğundursa, bunu biz tərcümə ilə tapmalıyıq. Baxırıq tərcüməyə. Everybody, hər kəs. Have var. Same, eyni, educational, təhsil, yəni təhsil baxımından, opportunities, imkanları. Yəni deyir, hər kəsin eyni təhsil imkanları ya deyərik ki, olmalıdır, should, ya da ehtiyacı yoxdur, olmamalıdır. Hər kəsin eyni təhsil imkanları olmalıdır. Ona görə də biz götürürük A bəndini, should. Sonra 5-cini səhv olaraq qeyd etmisiniz. 5-cidə birinci yenə variantlara baxaq. Haven't to olmaz dedik ki, köməkçi feillə olmalıydı. Need to-la işlənməz. Y yoxdur. Ought yanında to-su yoxdur, səhvdir. B bəndində yenə də to-su yoxdur, səhvdir. Burada heç cümlənin tərcüməsini bilmədən də tapırıq A bəndi düzdür. Həmçinin 6-cıda da variantlara baxsaq nələri çıxarıq? Haven't bitişik to, yəni haven't-ın inkarı özü ilə olmaz, səhvdir. Ought-ların to-su yoxdur, səhvdir. C-də, Y-də. Qaldı can ya da can't. Can elə inkarı da can't olur, to-suzdur. Yəni qrammatik olaraq düzdür. Cümlənin mənasına baxaq. I'd like, mən istərdim, to change my job. Peşəmi dəyişmək istərdim. But, amma
Find anything better. Aha, burada bir dənə də ipucu var. Baxın, anything. Any olan cümlə inkardadır deməkdir. Ona görə götürürük can't, D bəndini. Mən peşəmi dəyişmək istərdim, amma daha yaxşı nəsə tapa bilmirəm. Anything olduğuna görə inkarı götürdük, elə mənasına da o uyğun gəlir. D bəndi düzdür. Sonra baxırıq modal feillərdən 12-ci testə. Deməli, 12-ci test burada yuxarıdadır. Campus. Aha. Yenə variantlara baxaq. Modal feillərdə yadda saxlayın. Testdə ilk baxdığınız hissə hansı to-landır, hansı to-suzdur? Bu məsələdir. Ona görə have to, has'in yanında to'su yoxdur, D səhvdir. Is able to'su yoxdur, səhvdir. Must tək başına da ola bilər. Can to-la işlənmir. Ona görə də A ya da Y ola bilər. Düzdür? Campus sözünün qabağında nə var? E artiklı. E artiklı varsa bu təkdədir və təklə biz have to yox, has to işlətməliyik. Ona görə A da səhvdir. Qaldı Y bəndi. Must. Çünki təkdə də olsa, cəmdə də olsa Y bəndi. Must düzdür. Sonra baxırıq modal feillərdən 15-ci test. Burada da birinci gəlin variantları able, to'su yoxdur yanında, səhvdir. Haven't, bitişik haven't to olmaz, səhvdir. Must saxlayırıq, ought'un to'su yoxdur, able'ın to'su yoxdur. Ona görə də olacaq must, yəni to'suz. B bəndi düzgün variantdır. Sonra baxırıq 18, yox, 19-a baxırıq. Yenə hadn't, ümumiyyətlə have, has keçmişdə had olur. Amma yenə də not bitişi olmaz. A səhvdir. B-də have-in to'su yoxdur. Ona görə səhvdir. C-də has-in to'su var. Amma cümləyə baxın, you. You sözü ilə has deyə bilmərik. Have deməliydik. Ona görə səhvdir. Can, get ola bilər. Are able yenə to'su yoxdur. Səhvdir. Ona görə can düzgün variantdır. 19-da olacaq D bəndi. Baxırıq 22-yə. Yenə birinci variantları haven't, bitişik haven't olmaz, səhvdir. Able'ın to'su yoxdur, D bəndi səhvdir. Must to-la işlənə bilməz, can to-la işlənə bilməz, have to-la işlənməlidir. Ona görə B bəndi düzgün variantdır. Baxırıq 23. Burada da able'ı sadəcə gələcək zamanda verib. Məsəl üçün, will be able, amma yenə də to'su olmalıydı. Yəni, A bəndi səhvdir. D-də will have to ola bilər. Bunu saxlayaq. B-də has'in to'su yoxdur. C-də hasn't bitişik olmaz. Y-də must to-la verilib səhvdir. Ona görə will have to, D bəndi düzdür. Baxın, bu bəzi testlərdə heç bizə cümlənin tərcüməsinə ehtiyac qalmır. Bir dənə to-ya baxırıq. Sonra keçdik növbəti test modal feillərdə. Baxırıq 26. 26-da yenə birinci variantlara baxaq. Deməli, be able to, bu düzə oxşuyur. Has'in to'su yoxdur. Ona görə B səhvdir. C-də doesn't have to'su yoxdur. Səhvdir. Won't be able to'su yoxdur. Səhvdir. Hasn't da bitişik ola bilməz. Elə 26-da A bəndi düzgün variantdır. Sonra baxırıq 33. 33-də. Yenə variantlara baxaq. Birinci, cümlədə to yoxdur. Variantlarda able'ın yanında to'su olmalı idi. Ona görə C səhvdir. Elə A-da da ought to-la işlənir. Ona görə səhvdir. Can düz ola bilər. Baxaq o birisi variantlara. Burada da able'ın to'su yoxdur, have-in to'su yoxdur. Ona görə hər ikisi səhvdir. Yəni can düzgün variantdır. Yenə də cümlənin tərcüməsi bizə lazım olmadı. Sonra baxırıq modal feillərdə 32. Deməli, may ilə bayaq dedik to işlənməz. D səhvdir.
Hasn't bitişik olmaz. B səhvdir. Able'ın yanında to olmalıdır. Wasn't able yenə yanında to olmalıdır. Yəni düzgün variant has to'dur. Cümlədə Mary sözü ilə başlayır. Qız adıdır, təkdədir. Has to uyğundur. 32-də olacaq A bəndi. Baxsaq 36-ya. Yenə variantlarla baxaq. Cümlədə to yoxdur. Variantlarda ought to ilə olmalı idi. Səhvdir. Hadn't bitişik olmaz. B səhvdir. Will be able to'su yoxdur. Səhvdir. Y-də də having to'su yoxdur. Səhvdir. Ona görə D bəndi düzgün variantdır. 36-da olacaq D bəndi. 37-yə baxsaq, yenə də hadn't bitişik, sonra da to olmaz. B-də ought, to-suzdur. Ona görə səhvdir. C variantında able-dan sonra to gəlməli idi. D-də will be olmalı idi. Baxın, dediyim kimi to-su var. Amma will-dən sonra be, sonra able. Çünki gələcək zamanda to be-nin forması will tək başına deyil. Will be. Ona görə D səhvdir. Was not able to Y bəndi düzgün variantda 37-də. Sonra baxırıq. 38. 38-də 2 dənə seçməliyik. Should ola bilər, qrammatik olaraq hələ cümlənin mənasına baxmamışıq. Mustn't da ola bilər. Ought-un to-su yoxdur, səhvdir. Are able-ın to-su yoxdur, səhvdir. Elə 2-ni, 5-i çıxırıq. 2-ni, 5-i. 2-ni, bir dəqiqə, 2 ilə 5 idi, hə. 2-ni və 5-i çıxırıq. Yerdə qalan da artıq cümlənin mənasına görə seçməliyik. Ya 3-4, ya da 1-4. The child is thirsty. Uşaq susuzdur. You give him some water. Sən ona biraz su verməlisən deyəcək. Düzdür, çünki susuzdur. Ona görə 1-i götürürük və 4-ü götürürük. Y bəndi düzgün variantdır. Sonra modal feillərdə baxırıq. 45. 45-də birinci nə variantlara baxırıq? Ought. Aha, burada baxın cümlənin özündə to var. Ona görə bunu nəzərə almalıyıq ki, to ilə işlənən bir variant lazımdır bizə. Məsəl üçün, should olmaz. To ilə çünki işlənmirdi. Yerdə qalan hamısı to ilə işlənir, amma hasn't özü ilə inkarı olmaz. Onu da çıxdıq. B-ni, D-ni çıxmışıq. Ought, oughtn't, bir də doesn't. İndi burada mənasına baxmalıyıq. İkisi inkardadır, biri təsdiqdədir. Buradan da bizə ipucu var ki, 2 dənə inkar, biri təsdiqdirsə təsdiqi götürəcəyik. Amma yenə baxaq cümləyə. Brian is very rude. Brian çox kobuddur. He ought to be more polite. Polite nə idi? Nəzakətli. O daha nəzakətli olmalıdır. Ona görə düzgün variant A bəndi. Sonra baxırıq. Modal feillərdə 53. 53-də cümlədə to yoxdur. Variantlara baxaq. Ought to, should, needn't, must. Okay, burada variantlarda bir problem yoxdur. Ona görə mənası lazımdır. You are driving. Sən sürürsən. Too fast. Çox sürətlə. You reduce. Reduce azaltmaqdır. Deməli, sürətlə sürürsənsə nə etməlisən? Azaltmalısan. Speed, sürəti. Ona görə malı məli lazımdır bizə. 1, təsdiqləri götürəcəyik. 1, 2, 5. Olacaq D bəndi. 53-də düzgün variant D bəndi. Sonra baxaq bu 50-lərdə başqa səhvlər hansılardır? 59-da var. Bir də, aha, elə 59-a baxırıq. Birinci variantlara baxaq. Cümlədə to var. Baxın, ən axırda to choose. Ona görə to'lu variant lazımdır. Needn't-ı çıxırıq, could'u da çıxırıq. Bu could C-dəki. Can'in keçmiş zamanıdır. Ona görə o da to'suz işlənməlidir. Deməli, C getdi, Y-ni də çıxırıq. Needn't to'suz işlənir. Shouldn't da to'suz işlənir. Qaldı A, bir də D bəndi. Və cümləyə diqqət etsək, bu cümlə keçmiş zamandadır. Çünki was var. The restaurant was so crowded that restoran çox
O qədər deyir, izdihamlı idi ki, we had to choose another one. Biz başqasını seçməli olduq. Ona görə keçmişdə lazımdır, götürürük D bəndini. 59-da olacaq D bəndi. Sonra baxırıq 65. Yenə burada sadəcə bayaqki kimi deyib, bir dənə 2 dənə verib. İkisinə də uyğun olmalıdır. Cümlələrdə ikisi də to-suzdur, diqqət eləsək. İndi variantlara baxaq. Birdə mustn't, will'in B-si yoxdur, yanında səhvdir. C-də haven't bitişikdir, səhvdir. Sonra B-də out'un yanında to'su yoxdur, səhvdir. D-də də out'un yanında to'su yoxdur, səhvdir. Elə qaldı hansı variant? Y bəndi. Yenə tərcümə ehtiyac olmadı. Variantlarla tapdıq ki, Y bəndi düzgün variantdır 65-də. Sonra baxırıq 60-larda başqa harda səhv var? 67. Yenə birinci gəlin variantlara baxaq. Variantlara baxan kimi cümlədə to yoxdur, variantlarda C-də to yoxdur, amma out to ilə olmalı idi. C səhvdir. B səhvdir. Nəyə görə? Çünki you ilə doesn't işlənməz. Cümlədə you ilə başlayır. B ona görə səhvdir. Haven't bitişi olmaz. To ilə ona görə Y bəndi səhvdir. Qaldı A ilə D. İkisi də yaxın mənalıdır. Biri təsdiqdir, biri inkardır. Ona görə cümlənin mənasına baxaq. You cross the street. Sən küçəni keçməlisən ya da keçməməlisən deyəcəyik. When traffic light is red. İşıqfor işığı qırmızı olanda. Qırmızı olanda nə etməliyik? Keçməməliyik. Ona görə də 67-də götürürük D bəndini. D. Sonra baxırıq növbəti test 77 modal feillərdə. Birinci variantlara baxaq. Cümlədə to yoxdur. Oughtn't, Y səhvdir, çünki onun da to'su yoxdur. Yerdə qalanların artıq mənasına baxmalıyıq. Məsələn, deyir we put qoyuruq. Much salt, much çoxdur, salt duz. Biz çoxlu duz qoyuruq into our meals, yeməyimizə. Yəni çoxlu duz tökürük yeməyimizə. İndi burada seçməliyik ki, ya tökməliyik, ya da tökməməliyik. Çoxlu duz təbii ki, sağlamlıq baxımından tökməməliyik. Ona görə bizə inkar lazımdır. Mustn't, we mustn't put. B variantı düzgün variantdır. Bunu cümləni başa düşmədən də deyə bilərdik. Hansı formada? Baxın, A, D eyni şeydir. Must, ikisi də malı məli təsdiqdə. İkisi də təsdiqdədirsə ikisini birdən götürə bilmərik, düzdür? Ona görə elə inkar olanı götürürük. Sonra baxırıq modal feillərdən. Modal feillərdən 77-ni dedik. 83. Birinci cümləyə baxaq, to yoxdur. Variantlara baxaq. D səhvdir, həzin to'su yoxdur. Y bəndində doesn't have, yenə to'su yoxdur. Hasn't bitişik formada özdə tək başına səhvdir. Ya A olacaq, ya B olacaq. Variantda tapmaq üçün indi cümlənin mənasına baxaq. Yox, mənasına yox. Baxın, kən də elə. To ilə işlənmir. Kəni də çıxdıq. Daha doğrusu kəni çıxdıq, mastı çıxdıq. Bir dənə qalır həz variantı. Çünki cümlədə to var. To ilə də nə işlənər? Sadəcə həz. Y ilə də S-ni bayaq dedik səhvdir. Bunun yanında. Bir dəqiqə, bu testdə bir də baxırıq. Deməli, to ilə işlənən lazımdır. Ona görə A-nı, B-ni çıxdıq birinci. Hasn't tək başına olmaz. Onu da çıxdıq. D ilə Y qrammatik olaraq düzdür. Çünki cümlənin özündə to var. Ona görə mənasına baxırıq. He to the dentist, o diş həkiminə ya deyəcək getməlidir ya getməməlidir. Because he has a toothache. Toothache də diş ağrısıdır. Düzdür, onun diş ağrısı var. Ona görə həkimə getməlidir götürəcəyik D bəndi. Deməli 83-də variantımız oldu D. Has to go. Sonra baxırıq 93. When I read is easy text, mən asan tekst oxuyanda dictionary-də lüğətdir. Mən istifadə etməliyəm ya da etməməliyəm lüğət. Bunu seçəcəyik. Qrammatik olaraq have to. Qrammatik düzdür, amma məna olaraq asan tekst oxuyuramsa istifadə etməliyəm demərik, düzdür?
I don't have to istifadə etməməliyəm. Bu düz gəlir qrammatik olaraq B bəndi. Digər hissələrə də baxsaq, haven't to səhvdir. Will be able'ın yanında to'su yoxdur, səhvdir. Ought da ona görə götürmürük ki, asan tekst oxuyur. Asan oxuyanda istifadə etməməliyəm deyəcək. İnkar lazımdır. Ona görə 93-də götürürük. I don't have to. B variantı düzgün variantdır. Sonra baxırıq 113. 113 burada yuxarıdadır. Birinci variantlara baxaq. Variantlar hamısı düz görünür. Bizə lazımdır to-suz işlənən, yəni cümlədə to yoxdur. Və cümlədə hansı zamanda olmasına da baxmalıyıq. Cümlənin sonuna diqqət etsək, didn't, keçmişdir. Ona görə keçmiş zamanda modal feil lazımdır. Yadda saxlayırıq. Must'ın keçmiş zamanı yoxdur. Ought da keçmişdə deyil. Can'in keçmişi could olacaq. B, Y ikisi də keçmiş zamandadır. İndi cümlənin mənasına baxaq. George pay for damage, but I didn't. Qısa formada inkar verib, düzdür? Qısa formada inkarı biz həmişə cümlənin özü hansı köməkçi feillə işlənibsə ona uyğun götürməliyik. Əgər sonu couldn't olsaydı, əvvəlində could götürərdik. Amma sonu didn't-dırsa, əvvəlini had to götürməliyik. Çünki had to-nun inkarı nə ilə olur? Didn't-la. Ona görə 113-də B bəndi olacaq. 129-a baxırıq. Dialoq şəklində olanda diqqət etməliyik ki, bir-biri ilə uzlaşmalıdır. Birinci cümlədə Tom, don't forget, unutma. To phone Kate, Kate-ə zəng etməyi unutma. İndi burada seçməliyik. I've already phoned. Mən artıq etmişəm deyirsə, deməli ehtiyacım yoxdur, etməməliyəm. Belə bir cümlə seçməliyik, düzdür? Yəni I needn't. Ehtiyacım